həyatın çətinlikləri və sıxıntıları səni yordusa, heç zaman üzülməklə, əgər bu sıxıntılardan, bu çətinliklərdən cana doyub, ay Allah, ey Rəbbim, ya Allah deyə Allahı səsləyirsənsə, bilginlə ki, hələ üzünə açılmayan çox qapılar var ki, Allah o qapıları sənin üzünə açıb, dünya və axirət xoşbəxtliyini sənə nəsib edəcək. Məşhur hədislərin birində deyilir ki, Allah Teala buyurur ki, əgər mən istəməsəm, mənim bəndəm adımı belə dilinə gətirə bilməz. Əgər bütün bu çətinliklərin müqabilində Allahın adını çəkirsənsə, bilginlə ki, sənin xoşbəxtliyin qabaqdadır və bilginlə ki, zülmət gecələrin sonu yaxınlaşıb və işıqlı günlər, günəşli günlər sənin üzünə güləcək. Heç vaxt Allahdan ümidsiz olma. Bəndə bağlayan qapını Allah açar. Allah açan qapını isə heç kim bağlaya bilməz.